Salam salam, gəlmişəm, darıxmışdınız. Bugün ilk dəfə renkli göz makyaj edəcəyik, heç vaxt etməmişəm. Xahiş edirəm tıklansın. Bir dənə trend var, onun renklərini göz. Bir cümləni bitir, ondan sonra birsinə geç. Nə olub? Bir dənə trend var, onu çəkəcəm. Hə, bununla. Qəşəngdir, qəşəngdir, yaxşıdır. Sarı, ki bak gözümün bu hissəsini, sarı bu hissəsini sarı eləyəcəm. Biraz zər, oyan buyan, ay, dəcəl. Bir dənə trend var, belə Uno kartından iri. Tık, 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 tık. Bildiniz də? Hə? Bu hansı dillə izah eləməyi də aytacaq. Nəysə, videomu bura qoyacam, biləcəksiniz. Görə indi bu qız nə eləyəcək? Məncə nəsə eləyəcək? Öncə, üzümdən öncə istəyirəm ki, göz makyajı eləyək. Var belə bir tenim. Necə sizə bu arada? Yaxşısınız? Həyat necə gedir? Yay gəlir. Planlarınız nədir? Enerji zat? Sonra belə var. Sephora'dan. Çox qəşəngdir. Bahalıdır ya. Bu nə olsun? Baxın. Qəşəngdir. Pigmenti okey. Mən səndən razıyam. Amma bunun bir 3 qatı ucuz bir dənə ten paleti var. Buna nə oldu? Az ürəyə gedib. Belə. İndi bunun pigmentinə baxın, qızlar. Yəni, həqiqətən. Qəşəng. İndi sona qədər əlim belə qalacaq da. Yəni, bunu yumayacam. Milçək vaxtıdır. Milçəklər gəlir artıq. Nə olub? Soyuq deyim. Mən hələ pencə ilə çıxa bilmirəm çölə. Nə olub? Gəlib indidən. Nəysə. Zarafat edirəm, sənin də neyinə işin odur. Huda pudrasının, Huda qabiliyyət aytacaq. Hudanın rozve tonunu yoxlayacaq sizlə. Hə, qızlar. Hə, nə edirəm? İndi göz altımı nəmləndirirəm, qəşəng. Göz altı nəmləndirmək çox əsasdır. Bax, sən ən qəşəng konsiler də alarsan. Amma gözünün altını nəmləndirməmsən deyə, qəşəng nəmləndirməmsənsə, o konsiler belə pütür-pütürdür. Yəni. Sonra deyəcəksən ki, bu konsiler axı təriflənirdi. Nə oldu elə mənim gözümün altında bu cür qaldı? İndi keçirik əsas məsələyə. Həm göz altıma, həm də göz üstümə konsiler tətbiq edəcəm. Ona görə ki, niyə də olmasın? Ona görə ki, belə lazımdır. Konsiler Chanel. Niyə? Əslində, şeqlan falan da istifadə edə bilərsiniz. Prosto mən bunun teksturasını bəyənirəm və bunu göz üstü baza kimi də istifadə eləmək olar, ona görə. Biraz, məsələn, kamerada görə bilərsiniz ki, uyda, biraz ağ elədim, amma yox. Axı, kamera biraz öldürür. Ona görə də, belə, konsileri qəşəng yayaq. Lap həyəcanlandım. Necə eləyim? Ən sonda deyərsiniz də, bəyəndiniz yoxsa yox. Dediyim kimi, mən eləməmişəm, çox göz makyajı eləmişəm, amma saçımı da muzlayacağım, bir qəşəng qıvırcıq eləyəcəm. Həmişə mənə deyirsiniz, bu qıvırcığı necə eləyirsiniz? İndi göstərəcəm onu da sizə. Aha, konsilerimiz hazır. İndi nə edirəm canlar? İndi biraz açıq rənglə, baxın, bu rənglə, göz üstümə keçəcəm ki, biraz gözümüzü özünə gətirək. Görsün ki, burada bir nəsə var. Çox yox, biraz. İstəyirəm ki, lineri qalın eləməyim. Bir damcı önə, sonra da belə gedim arxaya doğru ki, əsas rənglər önə çıxsın. Bunu da eləyək belə. Hop. İndi nə edirəm? İndi ağ ten istifadə edəcəm gözümün ön hissəsinə, ağ. Və o ağın üstündən də zər eləyəcəm. Görün nə qəşəng olacaq. Aha, bunu göstərməmişdim. Baxın, bu ağ rənglə. Ağın ağı. Biraz ağ eləyəcəm. Aha. Bunu belə qəşəng. Tüy. Topalsan Aytaç. Ay Allah. Video başlayandan saldın. Sən keçən dəfə də mənə mane oldun. Özü göstərmək istəyirsən, gəl. Belə bir pərdəmiz var, uşaqlar. Dinç dayana bilməyir biraz. O tərəfə otur, hamı səni gördü, qəşəngsin. Aha. Gözümün bu ön hissəsinə ağ rəng. Ağ da, ağın ağıdır. Ağın ağı. Biraz belə ağ.
gətirəcəm. Aha. Bilirsiniz də abardırıq. Abardırıq ona görə ki, belə lazımdır. Aha. İndi bunun üstündən zər keçəcəm. Bir dənə zərə bax. Zəri keçəndə baxın. Bahaldır ya. Götürək, çoxlu götürək. Peki əlimdən, hə, əlimdən. Buydu, yoxsa buydu. Karışdırdım. Bilmirəm, orada görünür yoxsa yox. Çox qəşəng olur. Nə qəşəngdir, nə gözəldir. Bu axşam bu əziz dost. İndi ən riskli yerlərinə gəlirik make-up'ın. Sarı. Biraz daha böyük fırça götürürük. Bu videoya yay planlarınızı yazın, oxuyacağım. Hə, görüm hara gedirsiniz yayda? Dəcəllər. Ay dəcəl. Burada da var, o zər burada da var. Bəlkə biraz da buradakı zərdən vuraq, hə? Şitini çıxaraq, şitini. Ağla bunu qarışdırmaqdansa birbaşa bunu vura bilərdik, yəni. Cəmaət ağıllıdır da, valla. 2 dənə sarımız var. Biri belə sarıdır. Biri bu sarı deyil, yaşıldır. Ayta, sən daltoniksən. Bu sarıdır. Elə də göstərsən ki, cəmaata. Bu yaşıldır. Sarı budur. Allah. Oy, Aytacoy. Hə. Görək necə sarıdır. Oo, sarı-sarıdır. Bəs elə bu qədər sarı bəsit, yaxşıdır. Krem tekstura elədim. Biraz açıq sarım var. Onunla qarışdırdım. Oldu lap əla, hə? Sarı-sarı, sarı-sarı. Kimin yarı tarı. Ne deyin görüm, sarını burada eləyim, yoxsa elə kölgə qalsın. Sərgiyə salacağım da, yəni rəngini göstərirəm. Sərgiyə salacağım. Koftam sarı olacaq. Koftam axı sarı olacaq. Ona görə də istəyirəm elə diblərinə də sarı gedim. Pesat kimi qalsın məncə. İndi liner. Keçək linerə. Baxdım, qız bayağı liner çəkib və qəşəng görünür. Keçək. NYX'in lineri. Belə liner təqdim eləmirlər də. Bunu heç kim görmə. Çox qəşəngdir. Yəni bunu həqiqətən üstünə liner tanımıram. Üstünə liner yoxdur. Altına var, üstə. Yəni nə məcbursan Aytaç? Linerimizi çəkək. Keçən videomda öyrətmişəm necə çəkirlər. Görək. Görək necə olacaq. Qəşəng uzun ha, uzun. Məncə kariçnevi. Yoxsa qara. Kariçnevi qəşəng olardı məncə. Məncə kariçnevi. Aytaç. Aha. Nə indirik indi? Qəhvə karandaşla və belə yağ kimi. Uzun, incə bir yoldayam. Bax, tamamlanır. Bax, bu özüdür. Mən bu videonu paylaşanda artıq şortu paylaşmış olacağım da o dəyişimi. Deyərsiniz, necə alınıb? Nə Hindistanlar kimi danışırsan, Aytaç? Keçək üzümüzə. Baxaq. Məndə bunun bəyaz rəngidir və çox qəşəngdir. Yəni mən o qədər bəyənirəm ki, başqa pudranı tərifləyə bilmirəm də onun yanında. İndi rozvi. Oh, nə qəşəngdir. Qoxusu elə hər şey. Bax, bu rəng özüdür da. Biri var buram-buram ağ rəng. Mən onu sevmirəm. Bu özüdür. Bu odur. Qızlar, necədir? Yəni, bir dənə pudranı sabitləməsinə şokdayam. Bir də özümə şokdayam ki, tonal krem vurmamış Aytaç. Gözaltımı sabitlədin. Bu ağılla hamıya maraqlıdır ki, bu dəqiqə sən necə bu yaşa gəlib çıxmırsan. Yəni, hər kəsə maraqlıdır. Heç nə. Heç nə da silmirəm. Neyniyək də görək neynirik.
ay taç, ay taç. Şimdi tam bərabərlik olsun deyə bunlar buradan keçəcəm. Yanaqları ön plana çıxaraq, yanaqların da üzərində işləyəcəm. Çünki dodağım biraz soft görünüş olacaq ki, əsas gözlər ön plana çıxsın. Ayrılıq. Aha, yanaqlar da ön plana çıxdı. Ənliyə çox qəşəng teksturası var qızlar. Həqiqətən də qiymətinə dəyir. Çox bəyəndim. Buna baxın. 2 dənə məsələn toxundurmuşam da cəmi. Deyilənə görə ümumiyyətcə bu ənlik bitmir. Doğrudan da düzdür yəni. Bu nə pigmentdir? Bu nədir? Nədir? Charlotte Tilbury'nin bu highlighter üçün ürəyim gedir. Bunun da qiymətinə dəyir. Elə eyni fırça ilə eləyəcəm ki, biraz roz və o parlaqlıq ön plana çıxsın da, roz və qarışsın, belə deyək. Bunu isə highlighter kimi belə, əslində əllik kimi də istifadə edə bilərsiniz. Parıldayalım, parıldayalım. Bunların hamısı gözəldir. Azərbaycan qızları doğrudan gözəldir. Boy, buxun, qara qaş, qara göz, bəh. Dodaq çox az. Çox az. Dodaq qələmi ilə dodağımızı çəkirik. Dodağın var onsuz da Aytaç, konturu çəkirsən. Ay Allah. Bunu sən eləmirsən? Bir də eləmə. Biraz gloss, biraz da belə azmaz. Niyə? Çünki niyə də olmasın. Renkli makyajım hazırdır. Tovuz quşu yox. Gəldik saça. Əlimdə belə bir fen var. Başlığını yerləşdirən fenin başlığa. Deməli, muz olaraq Morphosun bu muzundan istifadə edəcəm. Əslində mən Morphosun saç məhsullarını çox bəyənmirəm. Açıq-açıq söylüyorum efendim. Amma bu muz dəhşətdir. Bir daha buna baxın. Əslində hər kəs saçını necə muzluyur? Tamamilə açır, tökür belə ön hissəyə. Ondan sonra amma mən onu eləyə bilmirəm. Mən hissə eləyəcəm. Soruşsaz niyə? Çünki bacarıqsız. Eləyə bilmirəm. Daha uşaqlar. Mənim saçım çox qalındır. Baxın, ayırıram 2 hissəyə. Əvvəl kremləmək lazımdır. Sorry. Əvvəlcə saçımı krem... Nə olub? Bir gözlü qapağı açım, bir imkan versəni hazırlayım. Sonra qəşəng qorxu. Əslində saçlar sulu olmalıdır. Bəli, sulu olmalıdır. Sadəcə olaraq mənim vaxtım yoxdur. Gün işığı batmamış, mən çəkiliş eləməliyəm. Ona görə də kremlə onu şık. Aha. Qəşəng kremlədik mi? Ondan sonra nə edirik? Çalkala. Sonra nə edirik? Aldın mı əlinə? Aldın elinə belayı. Saçım uzundur da mən belə yedirdirəm mən əvvəl saçıma. Param düzdür dibinə. Belə saxlayıram. Gözləyirik. Sonra buraxıram. Görürsünüz, muzun çox önəmlidir ümumiyyətcə və bu muzu mən çox bəyənirəm. Aha, qəşəng sıxıram belə. Vaxtım azdır da mənim, onu nəzərə alın. Əslində bunun biri ilə belə saçını eləyənlər var, bilirsiniz. Mən eləyə bilmirəm. Bunun ən yaxşı versiyasını bilən varsa mənə öyrətsin. Yerdə qaldı. Sıxıram, sonra qurudacam. Keçirik qurulama hissəsinə. Saçımı belə qəşəng salıram bunun içinə belə. Hop. İndi hissə hamısını eləyib qurudub gəlirim. Qızlar, ürəyim sızlar. Məncə qəşəng oldu, hə? Necədir? Mənə bu saçı çox yaraşdırırlar. Belə bir sviterim var, geyinim gəlirim. Ay, oldu bu iş. Trendə hazıram. Gedəcəm, çəkəcəm, şortu da paylaşacağım. Necə oldum qızlar? Ürəyim sızlar. Belə hazırlıq videom bitdi. Hamınızı öpürəm, şərhlərinizi gözləyəcəm.